Salam əziz izləyicilər, hər vaxtınız xeyir olsun. Mən Azərbaycan dili üzrə təlimçi müəllim Qasımova Röya. Bu gün sizlərə Azərbaycan dilindən 3 mühüm test tapşırığının izahını təqdim etmək istəyirəm. Gəlin çox vaxt itirmədən keçək test tapşırıqlarımızın izahına. İlk sualımızla başlayaq. Hansı cümlədə kökü feil ilə amonim olan düzəltmə söz işlənmişdir? Gəlin hər bir varianta diqqət edək və hər bir variantdan düzəltmə sözləri özümüz üçün müəyyən edək. A variantı. Baxın, A variantında düzgünlük, B variantında pulsuzluq, sıxıntı, yaşayırdı sözləri, C variantında yanımızdakı, D variantında azğınlaşıbdır, E variantında isə çoxalmaq sözləri düzəltmə söz hesab olunur. Gəlin bir daha testimizin şərtinə diqqət edək. Kökü feil ilə olan amonim olan söz istəyir. Baxın, kökü feil olsun demir. Kökü feil ilə olan amonim söz istəyir. Yəni, sözün kökü hər hansı bir başqa nitq hissəsi olsun. Lakin həmin sözün kökü feil ilə amonimlik təşkil etsin. Gəlin, indi sözlərimizi təhlil edək. A variantında düzgünlük sözünün kökü düz, gün leksik şəkilçi, lük leksik şəkilçi, dən qrammatikal şəkilçi hesab olunur. A variantındakı düzgünlük sözünün kökü düzmək feili hesab olunur. Bizə isə sözün kökü feil olması lazım deyil. A variantı doğru cavab variantımız hesab olunmur. B variantı. Pulsuzluqdan. Pul sözün kökü suz leksik şəkilçi, luk leksik şəkilçi, dan qrammatikal şəkilçisi hesab olunur. Sözün kökü pul ismi hesab olunur. Pul ismi isə hər hansı bir feillə amonimlik təşkil etmir. Sıxıntı. Sıx sözün kökü ıntı isə leksik şəkilçidir. Sözün kökü sıxmaq feili hesab olunur. Baxın, bizim sıx deyə bir sifətimiz də var. Sıx meşə, necə meşə, sıx meşə. Əgər bu sözün kökü sıx sifəti olsaydı, o zaman biz B variantını doğru cavab variantı hesab edə bilərdik. Çünki sıx sifəti bildiyimiz kimi sıxmaq feili ilə amonimlik təşkil edir. Lakin burada sözün kökü sıx sifəti deyil, sıxmaq feildir. Intı feilə artırılan leksik şəkilçi hesab olunur. Yaşayırdı. Sözün kökü yaş, A leksik şəkilçi, ır indiki zaman şəkilçisi, D idi hissəciyinin qısaldılmışı hesab olunur. Sözün kökü yaş ismidir. Yaş ismi isə hər hansı bir feillə amonimlik təşkil etmir. B variantı da bizim doğru cavab variantımız hesab olunmur. C variantı. Sözün kökü yan, ımız qrammatik şəkilçi, dakı leksik şəkilçi hesab olunur. Sözün kökü bəli, yan ismidir. Yan ismi isə yanmaq feili ilə amonimlik təşkil edir. Deməli, birinci sualda doğru cavab variantımız C variantı hesab olunur. D variantında sözün kökü az,ğın leksik şəkilçi, laş leksik şəkilçi, ıb qrammatik, dır qrammatik şəkilçi hesab olunur. Sözün kökü azmaq feilidir. Çünkiğın şəkilçisi feili artırılan leksik şəkilçilər sırasındadır. E variantında isə sözün kökü çox, al leksik şəkilçi, maq qrammatik şəkilçi. Sözün kökü çox sayıdır. Çox sayı isə hər hansı bir feillə amonimlik təşkil etmir. Beləliklə, birinci sualda doğru cavab variantımız C variantı hesab olundu. Keçirik ikinci sualımıza. Hansı cümlədə bir sözün tələffüzündə 3, iki sözün tələffüzündə bir fərqli məqam var? Gəlin, variantlara diqqət edək və sözlərin düzgün tələffüzünü müəyyənləşdirək. Mavi sözü heç bir dəyişiklik yoxdur. Boşluqlarda, baxın, L, D ilə əvəz olunur, Q, X ilə əvəz olunur. Dumanın heç bir dəyişiklik yoxdur. İçində heç bir dəyişiklik yoxdur. Quşun heç bir dəyişiklik yoxdur. Qanat çalmasından D-nı ilə əvəz olundu. Həzz alırdı. Heç bir dəyişiklik yoxdur. Əgər sözün sonu D ilə bitərsə və yaxud da ondan sonra samitlə və yaxud samitlə başlayan həm şəkilçi, həm də söz gələrsə, sözün sonundakı D özünün kar qarşılığı ilə əvəz olunur.
Baxın, eynilə bunun kimi. Beləliklə, A variantında iki sözün tələffüzündə bir fərqli məqama rast gəldik. Lakin bir sözün tələffüzündə üç fərqli məqama rast gəlmədik. Boşluqlarda sözündə üç deyil, iki fərqli məqam var. Deməli, A variantı bizim doğru cavab variantımız hesab olunmur. Keçək B variantına. Əsgərləri, baxın, L, R ilə əvəz olundu. Dəstəkləməkdən, baxın, T, D ilə əvəz olundu. Ç-ların hər biri isə X-dən əvəz olundu. Ötrü, heç bir dəyişiklik yoxdur. Hər kəs, heç bir dəyişiklik yoxdur. Səfərbər oldu. Heç bir dəyişiklik yoxdur. B variantında bir sözün tələffüzündə bir fərqli məqam, bir sözün tələffüzündə isə üç fərqli məqam var. B variantı da bizim doğru cavab variantımız hesab olunmur. Çünki iki sözün tələffüzündə bir fərqli məqam olması lazım idi. Keçdik C variantına. Qocalıq Q-X ilə əvəz olundu. Nişanəsi heç bir dəyişiklik yoxdur. Üzünün dəyişiklik yoxdur. Qırışından D-N ilə əvəz olundu. Uzun, ağ, saqqalından görünürdü. Qocalıq və qırışından sözündə, yəni iki sözün tələffüzündə bir fərqli məqam var. Lakin bir sözün tələffüzündə üç fərqli məqam yoxdur. Saqqalından sözündə iki fərqli məqam var. C variantı da bizim doğru cavab variantımız hesab olunmur. D variantı atası sınıq Q-X ilə əvəz olundu. Bir bellə yeri qazmağa başladı. L, D ilə əvəz olundu. Beləliklə, iki sözün tələffüzündə bir fərqli məqam var. Lakin cümləmizdə üç fərqli məqama rast gəlinən hər hansı bir söz mövcud deyildir. D variantda doğru cavab variantımız hesab olunmur. Doğru cavab variantımız E variantı hesab olunur. Atası heç bir dəyişiklik yoxdur. Səmimiyyətlə, baxın, Y-nın biri düşdü. L, N ilə əvəz olundu və sözün sonuna N əlavə olundu. Uşağın işıqlı Q-X ilə əvəz olundu. Mavi gözlərinə baxdı. Beləliklə, səmimiyyətlə sözündə üç fərqli məqam oldu. Baxın, bir daha deyirəm. Y-nın biri düşdü. L, N ilə əvəz olundu və sözün sonuna N samiti əlavə olundu. İşıqlı sözündə Q-X ilə əvəz olundu bir fərqli məqam. Gözlərinə sözündə isə L, D ilə əvəz olundu bir fərqli məqam. Deməli, iki sözün tələffüzündə bir fərqli məqam, bir sözün tələffüzündə isə üç fərqli məqam oldu. 2-də cavab E. Keçdik üçüncü və sonuncu sualımıza. Körpələrin sevinç dolu baxışları hamını heyrətləndirmişdi cümləsinin təhlili ilə bağlı yanlış fikri seçin. Yanlış fikir A variantı hesab olunur. Gəlin baxaq. Baxışları sözü kökü fe'l olan düzəltmə sözdür və cəm hal şəkilçisi qəbul etmişdir. Gəlin baxaq. Bax sözün kökü, ış leksik şəkilçi, lar qrammatik şəkilçi, I qrammatik şəkilçi hesab olunur. Həqiqətən də sözümüz düzəltmə sözdür və cəm lar şəkilçisini qəbul etmişdir. Baxın, bura qədər doğru. Lakin baxışları sözü hal şəkilçisini qəbul etməmişdir. Baxışları sözündəki I şəkilçisi hal deyil, mənsubiyyət şəkilçisi hesab olunur. Baxın, körpələrin sevinç dolu baxışları üçüncü növ tənis söz birləşməsi hesab olunur. Üçüncü növ tənis söz birləşməsinin aslı tərəfi ismin müəyyən yəlik halında, əsas tərəfi isə mənsubiyyət şəkilçisi qəbul etmiş olur. Beləliklə, üçüncü sualda doğru cavab variantı A variantıdır. B, C, D və E variantındakı hər bir fikir doğru hesab olunur. Əziz izləyicilər, bugünlük bu qədər. Əgər video izahım sizin üçün faydalı oldusa, videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Bugünlük bu qədər. Hələlik.